Herkese salam. Necəsiz? Nə var, nə yox? Deməli, 2 gündür yoxuq yenə. Qeyblər deyirlər, ona nəyə qarışmışam deyirlər. Nəysə, dırnaq üstəndə bilmir. Deməli, qızlar, çəkilişimiz yaxınlaşır. Aləm dəyib bir-birinə və bu soxa-soxa da Alisa ilə mən çox pis xəstələnmişəm. Dünən gecə Alisa'nın da qızdırması qalxmışdı, mənim də qızdırmam qalxmışdı, ölürdüm. İnanın Allaha, bəlkə də 2 il bundan qabaq elənciyinə olmuşdum. Səhər durdum, başım gicərlənir, ürəyim bulanır, üst-üzə sağlıq. Allah hər birinizi qorusun, bütün körpələri qorusun. Tezdən tez yığdım Alisa'nın həkiminə ki, gəlsin evə. Gəldi, Alisa'nı yoxladı. Alisa'nın boğazı çirk eləyib, qızlar, yəni boğazı gəlib. Ona antibiotik yazdı. Gündə 2 dəfə 12 saatdan bir də boğaz spreyi yazdı, damcı falan belə şeylər yazdı. Nəysə ki, onları elədik. Uşağın qızdırması düşmür, qızlar, üst-üzə sağlıq. 1 saatdan bir qızdırması qalxırdı. Axırı bu yaxlarını təzə dərman vermişdim, yenə qızdırması düşmədi. Götdüm sirkə ilə yaxaladım. Ayaqlarının altına limon qoydum, corab giyindirdim. Şükür Allaha düşdü. Nazlı xanım yazmışdı mənə ki, limon qoy ayaqların altına, limon salır qızdırmanı. Elədim, həqiqətən də xeyrini gördüm. Əlavə olaraq bir çarələriniz varsa, siz də yazarsınız mənə. Optionda dırnağa gedə bilmədiyim üçün dırnaq ustası axtarırdım. Rəfiqəm var, Seva, ona müraciət elədim. O da salon açıb, öz yanındakı işçilərindən birini mənə göndərdi. İndi hal-hazırda dırnağımı evdə eləyirik. Çünki Alisa'nı bu halda qoyub heç cür çölə çıxa bilməzdim. Çünki qızdırmalıdır, ancaq mənə sayıqlıdır, mama deyir. İndi hal-hazırda yatışdırıb atası yanındadır. Dərmanını vermişəm, yatıb. Son olaraq bir ayaqlarımda qızdırması qalxmışdı, Nurafen verirdim. İndi şey verdim ona. Şam qoydum, həkim şam yazmışdı, şamı qoydum. Boğazı çox pis gəlib. Mənim özümdə nimesil terapı içirəm ancaq. Oxşunda belə. Mama da evdə yoxdur, gedib ziyarətə. Əslində bugün mama ilə mən də gedəcəkdim. Yaxşı ki də getməmişəm, çünki uşağım həqiqətən pis idi. Gözə gəldik, nəyə gəldik bilmirəm. Əslində gözdən də əlavə indi xəstələnməyi normaldır, çünki baseniyə falan girdi, qarın getməsi falan da var idi də, bilirdiniz. Oxşunda ailəm dəydi bir-birinə. Bugün evdə heç bir iş görməmişəm, ancaq Alisa ilə məşğul olmuşam. İşim gücüm ancaq Alisa olub. Çünki çox xəstələndə mız-mız olur, ancaq məni istəyir. Bugün bütün gün onun qeydində qalmışıq atası ilə. Son olaraq da indi yatışdırdım, özümə vaxt ayırdım, dırnaqlarımı düzəltdirdim. Son olaraq kipriklərimi düzəltdirəcəm. Kipriklərimi Gürcistana gedənə yaxın elətdirəcəm. İnşallah ki, orada makyaj falan eləməyəcəm. Çəkiliş üçün zatışım, bacımıza kiprik lazımdır mütləq şəkildə. Rəngim zadım qaralıb, fikir verməyin. Çünki əzimə su vurmamışam, normaldır. Çünki bugün bütün gündə həm özüm xəstə olmuşam, həm də uşağım xəstə olub. İndi şükür belə qutum. Nəysə, oxşun, dırnaqlarımı hal-hazırda düzəldirik. Son halını sizlərlə paylaşacağım. Rəng olaraq qırmızı seçmişəm. Çünki Alisa'nın ad gün çəkilişinə keçən il qara geyinmişdik, bilirsiniz. Bu il ağ geyinəcəyik və düşünürəm ki, ağla qırmızı bir-birini tamamlayacaq. Ona görə bu il ağ geyinəcəyik. Ana bala, ata bala üçümüz də ağ geyinəcəyik. İnşallah çox gözəl bir çəkiliş eləyəcəyik. Hər birini sizlərlə bölüşəcəm. İndi isə gözləyin, dırnaqlarım hazır olsun, gəlirəm. Herkese salam. Yine qaynana gəlin bir vlog macəramızdan sizi salamlayırıq. Deməli, dirəndən dırnaq ustam gedəndən sonra video çəkmədim. Çünki qızlar yenə bir daha vurguram, üst-üzə sağlıq. Alisa çox narahat idi. Ona görə videonu dayandırdım. Səhərə kimi uşaq qızdırmalı olub, onun qızdırmasını salmağa çalışmışam. Evə gedim detaylı hamısını deyəcəm, necə eləmişəm, necə eləmişəm. Dırnaqlarım hazırdır. Instagramda paylaşmışdım, hamı yazıb uzun-uzundur. Qızlar, çəkiliş üçün eləmişəm, çəkilişdən sonra gedib qısaldacam. Soruşsaz ki, narahat edib, qətiyyən eləmir, çünki bacınız uzun dırnağı öyrəşib. İndi isə mama ilə gizlincə tacirdən hara getmişim mama? Alışverişə getmişim. Alışveriş. Hə. Həm İran dükan mağazası adından sürməyinə bax, özüm polnata bilərdim onun qabağına. Nəysə, manatlıq adından çıxmışıq evdən. Mama dikir razında bir dənə ucuz mağazı tapmışam. Hə, İran dükan adıyla. Mama dikir razında bir dənə ucuz mağazı tapmışam. Neçə gündür şey eləyir də, içini yeyir ki, ora gedək. Özü gedib bir partiya alışveriş eləyir. Mənə deyir ki, sənlə də gedək. Sənin mənəm katan köynəklər var falan filan. Həmişə belə deyir arkadaşlar. Mama ilə zövqlərimiz heç üst-üstə düşmür. Qəti şəkildə. Onun zövqünü o qırmızı paltardan bilmişsiniz zaten. Heç zövqlə. Gözlərin qəşəng. Mənim zövqümlə mamanın zövqü heç üst-üstə düşmür. Amma mənə deyir ki, sən bəyənən. Qırmızı koftanı sən. Mənə deyir, onu bax gör. mən qırmızı koftanı sən adın demişdim. Sən get yufkadan. Yapışdım. Hə, nəysə arkadaşlar, yenə dalaşmamış gedək çıxaq filmin başına. Optionda bir sözlə
Mənə deyir ki, sənin qəşəng geyinəcəyin geyimlər var. İndi getsəm orada özümə bir dənə çöp tapmayam. Ondan sonra başlayar da qırğın arkadaşlar. Sonra qaydacıq evim, amma mənə ev işlərinə kömək eləyəcək. Bəs tapsan. Tapsam alacam. Təşəkkür edəsən. Sənə də alacam da nəsə qarşılığında. Arkadaşlar, deməli bir sutka yarımdır yatmıram. Allaha and olsun. Mama bilir də. Alisanın səhərə kimi qızdırmasını takip eləmişəm. Yox, gözüm başım şiş ola bilər. Makyajsızam, heç nə çəkməmişəm özümə. Çünki halım, taqətim yoxdur, uşağım narahat edir. Amma indi şükür Allaha yaxşıdır. Atasının yanında qoydum, həyətdə gəzirlər. Dedik tezdəyək bura qaydaq. Nəysə, Razini küçələndəyək. Gedək ilə mağazaya göstərəcəm sizə. Dostlar, buranı deyir mama. Deyir ki, ucuzdur, həm də qəşəng mallar var. Talkuçkayla üzbəyiz. Pahalı paltar alıram, mama da alır. Amma redka halda belə bahalı paltar alır. Çünki gündə yəni belə pişmasın istidir, adam bir şey yenir, tərliyi dəyişir. Ona görə gündəlik evdə giyinəcəyim falan şeyləri və yaxud şöyle bayır rahat giyinəcəyim şeyləri buradan alıram. Yəni buradan necə? Yəni ucuz yerdən alıram da. Ucuz dedim ki 15 manat vallahi indiki zamanında ucuz deyil. Hanımlar hamısı mənim paltarımı soruşurdu. Ağa giymişdim. Çatanı. Ağa dedim restoranı giyinəndə. Çatanı onu dedim ki getin baxın bilamadan almışam. Gerçekten de neler varmış. Yoksa çakal. Mama, siz Allah. Az çakal da. Az ben bunu giyineyim. Ben yokum ne? Ben eve kimse bitmeyeyim. Ben yandım. Peki sen beni kınıyorum. Sen neye gitmişim buraya? Arkadaşlar demeli. Tuttu da kemanı. Bunu giyinip verem. Giyin de. Teşekkürler. Tarifı falan. Biraz rahat bakak olar. Sonra size için çekilişi giren ona geldim. Sonra rahat olarsın düşme için. Arkadaşlar su bakmışı. Bak düzgün. Bunlar ki ben sana almışım et renklisini. Ha budur. Mamiyet aldığım bundan da güzel bakın. Formalı. Bunun kalitesini rengini. Bu onun uzunu tam ama bunlar da alın. Böyle belki başka şey. Teşekkür ederim. Beni kanıyor. Az başka şey ya. Bak benim gibi sen senin gibi. Az benim böyle. Bunlar almışım bir tane. Benim bana göre getirmeyip arkadaşlar özüne göre getirip. Ben sen de özüne bak. Ben de özüne bakım. Yaxşı ki. Sen tezgah. Aynen. Sizi bile donlar. Teşekkür ederim. Allah. Bak bu kadar donlar bile. Neyinle uzundu ama muhalefetler de şey. Papayı faktoları. Sağ ol. Papayı faktolarını. Ne güzeldi. Ama çok açık değil. Hı. Mağazayı çek. Mağazayı çek ama. Mustafa Tayfun'un mama. Ay bir şey daha güzel. Mama bir şey kısın valla. Bakın arkadaşlar. Bir kere geçirdi annem zırgın gibi. Sana. Şöyle bir ders görmüştüm. Abi niye bir dersten görmüştüm ben? O bu dəstən beğenmiştim kızlar. Yaxşı görünür. Bu iddialı, belə köynəkli dəstən. Buna baxarım belə, ən axırda. Bundan görmüştüm sayfada. Bu da qəşəngdir, amma. Məsələn, bunu... Bunu giyinib gedə bilərsən, orası giyinib gedə. Sana, bu gözəldir, mama. Hə, mama, bilirsin. Ki, kokoş. Bunun kimi kokoş. Mağaza istəyirsinizsə gələ bilərsiniz arkadaşlar. Kokoş nə deməkdir? Kokoş yəni cicili şeylər sevən. Mən qətiyyən, yəni öz çox kokoş deyə, çox belə dəhşət belə rəngli, məngli, nə bilim çəhrayı, pəm. Gedib mənə bir dənə donlar göstərir, ay Allah. Ürəyim tutmuş, döydüm çıxaq. Çox kokoş olan varsa gəlsin, baxsın. Vallahi yəni kokoşların yeridir. Kokoş pis söz deyil, tamazam. Kokoş yəni cicili, micili, rəngli, məngli. Sən qırmızı rəngi sevirsən. Mən ama giyinmərəm. Amma sən giyinərsən. Misal üçün, sən mavi rəngi sevirsən. Mənim məsələn sevdiyim rənglər nə bilim, sərin rənglərdir. Məsəl üçün qara, belə nətər deyim, açıq rənglərdir. Məsəl üçün ağ, belə. Məsələn, malotlu rənglər, bu rəng, bu məmanın üstəki köynək mənimdir, misal üçün, xalamdan fırlatmışam. Belə rəngləri mən daha çox sevirəm. Mən də sevirəm. Amma mama gedir, yapışır. Oxşunda bir sözlə, arkadaşlar, çox kokoş mağaza, amma mama o kokoş mağazadan özünə qəşəng 2 dənə köynək, bir dənə şalvar bəyəndi. Amma qiymətləri yaxşıdır. Adam qız qaynana giyinsin. Hə, adamın Allahı var, qiymətləri yaxşıdır. Bir dənə köynəyi seçdiyi köynəyi çox bəyəndim. Şalvar da ki, evdə giyinmək üçün yaxşıdır. Digər seçdiyini də özü bəyəndi və yerini göstərəcəm. Amma çox yəni kokoş da həddindən artıq. Kokoş. Bu vlogun adını kokoş qoyacağım. Kokoş qaynana. Hə. İndi gəl bura. Bir dənə buradan sabunlara baxın da mən anlayacağım. Bəlkə bir dənə ayağıma sabun tapdım. Ayaqqabı dükanı çox yalancı, çox saxtakar insanlardılar arkadaşlar. Denən. O elə biləcəklər ki, tək mən istəyirəm. Xalam. Xala
sağ ol. Üstüne 15 manat yazıb. Aldadırlar. Ay sağ ol. Mama sənin sevdiyin mağazadır. Mənim sevdiyim mağaza deyil. Başa dönüm. Ay Allahım bizə baxır. Yubka istəmir, sənə yubka yaraşmır. Belə yubka yaraşar mənə. Yox. Yox. Yaraşmır abi. Bu cür incirində xal. Mama yaraşmır da qoy yerinə. Allah qoy. Vallahi yaraşmır. Mama sənin boyun yoxdur. Salvarlarımı salvarım. Bu de bunlar da var. Arkadaşlar 2 sumka özünə paltar alıb. Yenə gəlib girib paltar mağazasına. Da var. Endində 20 manat. Hə, götür. Nəf nəzikdir. Gör nə qəşəngdir. Sən özdə yolun tərəfinə girmirdin. Nə ara gəldin buranı girdin 2 dəqiqə? Yolun bu tərəfidir. Ma sən necə yalancı dedin, yolun bu insansan, tərəfi, Allah'ın yolun bu dostu. tərəfi. Mənə dedin ki, Bizə donumu geyinə dedin ki, kimi, yox, donumu geyinə dedin ki, kimi. sən yolun tərəfinə salıram. Yox, ona Dedin sən yolun tərəfinə salıram, qəşəng orada geyimlər var. Bax, burada. Demək özü fikirləşsən də mama sən. Bu izləyicilər Quran haqqı səni qınayacaqlar. Arkadaşlar, o donu hardan aldın? vallahi burada güzgülə bir dənə baxın güzgüdən şu. Bax, Ay güzel, bax gör nə gözəl. deməli dostlar, baxın. Bax, and olsun Allaha. Deməli, o birisi mağazada dedim ki, kokoşdu da, heç nə bəyənmədim, düzdürmü? Oradan çıxdıq mənə qayıt ki, gedək sən, heç sən buradan almadın, ürəyimdə qaldı, ana qurban. Gedək səlım sənin bir dənə mağazaya, oradan özü bir şeylər al. Sizcə bu indi haqsızlıqdır, gətir saldı mənə qoca arvadlar olan paltarların içinə. Hamısı da nənə paltarlardır, baxın siz Allah. Sən yalansa gör buranı çəkdə, gör nə gözəl. Val- Donumu geyinə. Pisdir demirəm, Mən donumu. Ay Allah, elə bir ki, mənə dedin ki, sənə aparıram paltar almağa. Nəmsə bəyənmirsən mən alıram da. Əsas Görürsüz. qaynana geyinsin, gəlinlər eybi yoxdur. Belə bir şey yoxdur. Nəysə gedək. Qaynananın deyibim. Ma burada mən işte bundan almışam. Bax bundan evdə var idi dostlar. Bax bundan var idi. Geymişəm dərziyə balacala. Hələ də götürməyib Yarışmaz dərzidən. gözəl mənə. Mama sən yufka yaraşmır. Xahiş edirəm qoy yerinə. Vallahi Onu yaraşmır. geyinənə desən nə Az keçən dəfə izləyicilər demədi. də olsa. Sən çünki yufkanın üstündən köynək geyinə bilmirsən düzgüncə. Get çıxaq buradan bayıra. Gəl. Bir də şeydir. Hı. Heç bilmirəm nə axtarır. Birdən düşündüm söz. Hərdə ancaq şortikdir arkadaşlar. Düşüb 46 yaş var. Bugün sabah 50 olacaq şortik axtarır. Bəxtə ver mənim başıma. Gəl. Bəyəxtin də bütün mağazaların hamısında pisləyir. Səni yalansa. Zarafat edir. Kim burada baxarsın? Kim burada baxarsın? Birazdan özüm tək gəlirəm. Başını nereye çıkardıram mağazada? Birazdan özüm tək gəlirəm. Güzel. Yaşlı güvenli. Aynen ne kadar güldüm ama. Allah. Gel gir içəri. Niye burada ne var sana patlıcanlığa sarsan beni? Az neyle talkuçkan ben? İstemiyorum ben. Ben talkuçkan ne paltar alacağım? Başka dönüm. Gel çık kabağıma. Arkadaşlar. Mama zor çıkarttım o sen Ayakkabıya girmək istəyirsən, burası sənin bəyəndiyin. Oğlanla kırmıştım bir de namaz kılıyordu onun üstünde. Oy oğlan deyirsən. Get. Arkadaşlar gözün devam ediyor. Vallahi yani öldüm de gülməkdən. Ben mağazadan çıxmaq bilmirdim. Mama biraz utancaq bax elə şeylərdə. Allah qıba mən yanıram, nəyə yanıram? Qabaq gəl paltar almışam. Mən yanıram, nəyə yanıram? Məni aldadıb o birisi böyük kokoş mağazadan çıxartdığına yanıram vallahi. Mama burada mən həmişə yenə dalaşıram burayla. Salam. Salam aleyküm bəy. Bir tartışmasa bəlkə. Arkadaşlar, dayı mənə deyir ki, bu ayaqqabını götür sənə 23-ə verəcəm, tapuçka. Amma arxası bağlı istəyirəm axı dayı. Şəpik mis, biz sən nədir problem? Gürcistana gedəcəm inşallah. Davanında o da dağa daşa durmazdı. Davanından çıxmasın. Dayı, bunun içi Quran haqqı adamın ayağını tərrədir. Vallahi tərrədir. Vallahi deyirəm. Bax, sən gəl mənə arxası bağlı ver mənə 23 manatdan səndən razılaşaq, qanla dua edeyim. Yox, o qəşəng deyildi bu. Hə, onun arxası bağlı deyil. Hə, bağlısı yoxdur da. Mənə lazımdır içi tərləyən, sürüşməyən. Güzel, bir eğer burası varsa, o səni heç vaxt sürüşməyəz. Bir dəm, ay sözdə. Mən 35 manat. Görsən, mən arvada dedim, 45-ə mənə burada şey eləyirdi. Mənim ayağıma yaraşmadı elə, bir rəxtə oxşadım. Yox, baladır dayı ona görə. Bu niyə mənə belə qaldım ama? Bu zarafat qırağı, üstünə bir tane tapışqa götürürəm. Dayan. Ged al da, ged al, sən al da, öz adımla, mənim adımla çıxarıb özünə hər şey alır. Bəyənənə də baxır da qəşəng qalır. Qəşəng qalır dayı. Şəhriyə çox. Neçədir o? Oğlum yazdı. Arkadaşlar özümə ayaqqabı alır. Mən almadığımdan mama geyinmək. Hər bu. Hələlik geyin də, razmerini geyin. Bu çətin. Onun sonra
Sən pəncəni yeri dax mama. Ha, sən kanalizasiyaya düşsün, mən döyərəm. Mal girmirəm də pulum niyə tu? Ay kız oydu bile. Hə, öz pulu var ha, Allah haqqı. Bax yenə də deyir ki, kartında pul var. Ama Ve, ya ağzımı açım da bir imkan ver. Xərcləmir prosta. Ya lazım izə. Arkadaşlar öz pulu var. Onun başına daş salmanı istəyir. Mən də qoymuram da. Yaxşı gəlinəm. Deyirəm ki, mən alıram da aldım. O pulun yəni başını sonra nurlansa edirsən nə qayıracaq? Nurlan bana hiç sevdim. Eyləyəcək. Mora girməyətə sağlıqlar. Nurlan beni dedik de evimize. Evimizdir. Bəs ki, magidə marojna yeyirik. Heç olmasa. Mama, neyse de söz danışırdım. Arkadaşlar o da kanalizasyanın üstündən keçdi. Kanalizasyon laf belədir. Ay Allah, inan Allaha. Mənim nə vaxt ürəyim dayansa, bir mama yıxısı dayanar, bir də papa. Yəni özümə asıl deyil. Arzulamıram, saysan Allah eləməsin. Yıxısızla baxalım da sizə. Mən dəyilsəyəm, özüm şeyə salım. Neyse Allah'tan. Ümumiyyətlə, aha, bak. Maraqlıq deyil bura. Yok. Hə. Ev əşyalardır. Gəl baxaq. Gəldi ev əşyalarının arkadaşlar. Danışacağım bu kanalizasiya hikayəsini. Neyse, yox istəmirəm, lazımdır. Yadımda xalq bunu. Şey, tapışkayı. Dayanmır, Qurana and olsun dayanmır. Deməli, qızlar, gəldim. Keçən səfər bundan stoklamışdım, 2 dənə almışdım. Çox azdı, çünki qızlar bunu tapa bilmirəm. Bunu kimə tanıtmışamsa, bacı mağazalarda qalmır. Çox dəhşətli bir şeydir bu səfər. 2, biri də orada 3, 2 dözdə 5 manat. Bu ucuz idi. Aşağıdır. Hə, tamam. Çünki qızlar dedim də ki, ola bilər gedir deyə qaldırıblar qiymətləri. Həqiqətən də çox möhtəşəm bir məhsuldur, ağardır. Mən bunu istifadə elədim, kanalımda paylaşdım. Məndən sonra izləyicilərimin çox yazıb ki, təşəkkür edirəm. Hamınıza razı qalmısınız. Həqiqətən də çox möhtəşəm. İnşallah ki, zayın çıxartmazlar. İndi 3 dənəsini alıram, çünki bir qaşıq var. Alisan da köynəyi də kəsin. Qaz şampunu ama sən dediyindən bitirdən alıram onda baçok. Hə, baçıqdan deyilin, amma yaxşısını deyilin daha yaxşı. Kril. Dab şampunu pril istəyirsiniz. Yemenli prilini özünü istəyirsiniz, ya seril də verə bilərəm. Özü, prilin özü. Prilin özü biraz Yox, prilin özü biraz qiyməti qalxdı. 8 manatdır. Yox, 11 manatdır bu dəqiqə hal-hazırda İranın işi. Ancaq 7 manata var, bir də 7 manat 50 qəpiyə var. İstəyirsiniz ondan. Hansını verirsiniz verin. Mən onu karışıq pul çox işlədirəm. İstəyirsə 7 manat 50 qəpiyə. Verin, hə, verin geçsin. Əsas orada ki, iyisi var da, nə fərq verir. Bunun niyə işlətmirsən? Bir gözəldir ki, hər bir şey sağlamır. Bir dənə də Yetmişdir. bu feyrin sarıtkalarından heç işlətməmişim. Aramızda kızlar işlədənlər varsa xahiş edirəm, mənə yazar. Bu necədir sizcə? Nazarı sevin. Bu neçədir ümumiyyətlə? Bir qəşəngdir. Neçədir bunlar? Ay getdi. Stol sızladım bir sizdə kızlar, mən bununla silirəm. Yumuş işləyirsən. Yumuş işlədirəm. Onu Allah'a qoy da elinə yerə. Qoy deyir, oraya taksi vuracam. Lodilər də gəlibdir, Miray da gəlib, Bingo da gəlibdir. Mən stolun üstünü silirəm ya ancaq. Onlar da elə yüzey təmizləyicidir. Bingo neçədir? Bingo 5 manat 50 neçədir? qəpikdir. Lodi 5 manatdır, o 7 manatdır. 5 manatdır hansıdır? Siliklərdə 5.50. Yürü, onda bingonu ver. Mən 5.50. Bingonu verin dayı. Bingo. Ama qoymalı yerə də mama. Sonra. Domestosum varımdır. Bu nə üçündür belə? Hə, neçə öldürəm. Mən götürəcəm sağladım. Yox, heç səsdir. Güzel, bu nə? Uşağı Bu nə də toka taxılır bu. Bəli, toka taxılır, işığı vardı. Neçə yaxın içinə girir? Alçaqanaq girir içinə, ölür. Girir dəqiq onun içinə alacaqana. Nətər girir, haradan bilir? Orada işıq var da, o işığa gəlir o. Göyrəkdə işıq yanır, bu göyə gəlir axı alçaqanaq içinə. Anladım. Gözüm arkadaşlar geldi. İşte yine Ermin köyünden yiyip gelmişsin. ya çok sağ ol. Gel. Arkadaşlar Kenan'ı gördüm burada. Burada temizden salam diye herkese. Herkese salam gitti. Mavi başlıyor ya. Mavi var. Kenan gözüm mamanın elindekiler de götür sana lağırdı. İki araba. Tacım sen mamamı görsen su kadar taştırar yukarı. Davay daş, ver mamam üstüne o daşsın. Onu tərədim, al gəlsin başına.
Mən sən pomidor yumurta eləsən, mənə də versən yumurta. Qalxın yuxarıda tək də özdə kakrazi. Alisan da görər. Hayır, yukarı kalkmadı. Dedim kalk yukarı, dedim halım yoktu yukarı kalkmadı. Alisa qızdırmadı yox. Dedi Alisa da yatır. Yatır? Niye ama mürdəşir sifəti görünür? Ben Yatır. tarzı kalkındı. Yatır. Alisa olsaydı. Amma deyir durub axı qızılması var. Bəs mən indi deyirəm ki, durub qızılması. Nəysə arkadaşlar. Can abimi sağ olsun. Centilmen qardaşımızdır. Qoyunu görək. Gel. Gelin tacir. Deyir ki, yuxarı qalxmaq. Qalmışam axı gözəl. Sarı Maalesef sen hoş. arıqlamamışam. Hadi arıqlamısan. Bayaqdan demişəm də 100 dəfə. Sindrobüsün deyilim. Falan. O təqdim edeyim arkadaşlar. Birinci, bunları özü seçib. Mənim xəbərim yox idi. Mən şalvarı yaraşdırmadım. Amma Şalvar gündəlik. deyir günləri üçün rahatdır. Amma hər rahat şalvar. Amma üstünü bəyəndim. Üstünü məncə qabağını açıq qoysan daha qəşəngdir. Altdan mayka geyinib qəşəng ipli mayka. Qabağını da qəşəng açıq qoymaq. İndən qabağını açıq. Aslında şəkildə. Birinde iki kullanmak. Bak arkadaşlar enlidir. Bedenli əlindəki şalvarı çıxında ondan yox. Bu hesabımı rahatdır deyə almışam. Onun geçən lasinlə anacan. Nəzik lasinlə, qara lasinlə, lasinlə. Super geyinə bilərsən valla. Lasin olmalı. Mən alaram sənə lasin. Lasin həm qarnını yıxacaq altdan. Güzüm, mənə 2 dənə lasin gətistir daha. Hardan? Nə bilim, hardan deyirsən? Qəsizdə bayım. Öz ayağımın altına Lasin. Ha, indi soyunda. Makine bu silah giyin. Sonra nə var ki? Ay, güzüm, pis görünür. Ne al? Az Allah akbar. Çünkü şey kimi giymiş. Onun bir tane qəşəng qara lasinlə giyirsən. Allah akbar. Zarfas lasin tapa bilmirəm. Neçə yerdən soruşmuşam. Ondan sən o qədər lasinlərin var, sən Allah. Az mənim lasin var. Mən bunu bir sənə necə giyinə bilərsən? Ana da sən deyim, bax sənin. Qəşəng lasinlə, ya cins şalvarla, ya da nəsə belə şey bir şeylə. Belinə qəşəng kəmər vur, əli kəmər kimi tut. Gör nə gözəl, həm belini incə göstərər. Nəzik kəmərim var. Var. Yoxdur, məndə də var, verirəm sənə. Sən kəmərinlə gəlmir. Şalvarımız da kəmər verir. Şalvar əynimə gəlir. Məni atsız aparıqdı gəzməyə. Mən? Hə. Mən? Deyir ki, mən yumurta yeyib gəlirəm, sən Alisa'nın oturur. İndi deyir ki, mən yumurta yox, pomidor yumurta yemişim. Allah hamd olsun arkadaşlar, bax. Bizə gəlib oturanlar 100 dəfə dedim ki, gir yemək ye. Yemədi. Kişi kimi dedim, davleynəm var, yemirəm. Hətta kekə pul çay. Özü yemədin də, mənim üstümə nəyə yıxırsan? Arkadaşlar, bu 38 değil, sənin dayak olsa götüreceğin. Asmen 30 Arkadaşlar, özümə bir dənə 23 manat dayı sağ olsun, bu mənə verdi, çox qəşəngdir. Bunu Gürcistana gedəndə samolyotda geyinəcəm, çox rahatdır. Dırnağım zarafasız qızlar, nə uzun olub asman, parmağım boyda dedim. Güzel pilaşki. İnşallah yeşib qırılmaz, amma... Yo, yemirəm, anladım, mən hot-dogu sənə saxlamışam, sən öl. Mən yemirəm. Yo, şey də sən canım. Pilaşki Dırnaqlarım da belə. Yo, da yemirəm, amma ye. Acı var, acı. Hə, var. Pişiklərim hələ Bax, bu köynəyi mamanın əynində bugündən başqa gün görsünüz, mənim üzümə tüpürərsiniz. Geyinməyəcək və yəni and içərəm ki, o köynəyi geyinməyəcək. Onu o qədər gözəl tanıyıram. Nədən görüb? Onu gördün geyinməmişim, hələ dərin. Böyük uşağım dursa, birinci böyükdür deyə geyinməyəsən, ikinci bunu indi bu şalvarla geyindin deyə, dedim qaraçıya oxşayıram deyə geyinməyəsən. Apara kiməsə verəsənsə, Qurandan olsun düz deyirəm, çıxat məvi, mən onu don kimi geyinim özüm. Valla. Çıxat məvi, mən ona baxam, mən o lasinlə özüm geyinərəm. Sən onu Quran haqqı geyinməyəsən də, Allah haqqı. Çünki mən bunu o qədər gözəl tanıyıram ki, çox uzundur. Bax, bu abırsız şeyləri sevir arkadaşlar, ancaq qısa. Qoysun hər yerini çöldə. Sən uzun şey geyinməndən arun yox, sən ancaq qoyasan çöldə belvi.
Yəni bax yuxarı qaldır. O sənin üçün uzundur, kişi qızı kimi. Enli değil gözə çox. Mama o enli değil də valla sənin qarnın o uzundur deyirsən o qarnın. Gəlməyəm 5 qısma səni çəkim. Ama sən pulunu belə apara bilərəm, pul qazana bilər yolda. Mən də bu formada bax. Yox şimdi. Şalvanla. Maşallah ne oxşayırsan da. Şalvar o deyil axı. Mama bu köynəyə çıxartmaya baxacam indi. Valla sən bunu geyinən deyilsin də paf verəsən kiməsə. Deməli arkadaşlar. Güzel yemək pişirmişsən. Hə, niyə pişirmək dolmam var orada göküm yarpaq dolması. Papaya görə deyirsən, Mərvədlə yemək yesin gəlsin də. Allah'ım dolmamız elə qalıb xaladelikdə, yiyən yoxdur. Mən yemək pişirmirəm evimdə, amma mən pul yığıram ki, ev alım. Söhbəti gördüm. Bunda zəngin başa. Dolma var da dolma yeyərsən. Pişirdin dolma var da yarpaq dolması. Hələ onu pişirdin, mən pişirdin. Az evdə var, yeyinirəm. Ödəb qızdırsın. Qasası səs qabanıdır. Varım da hə. Amma mən pişirəm deyirəm də, yəni deyim biraz. Az çiğ yiyirəm, çiğ. Ay tamam, mənim qarım nə pis köpürür. Mama, qulaq. Mən çıxıb buna baxım da, ha? Söndür ta. Ay Allah, qabını zadı qoymuşum. Arkadaşlar, mama ilə kəş o vaxt evimiz şəraitdə olardı mama. Həmişə bir yerdə qalardıq. Bundan sonra sən də mənə yanıb apara bilərsən. Mən ayrı yaşamanın dadını görmüşəm. Evin balası Mama gəlməyəm. o vaxt kim demişdi? Nurlan demişdi. Mən demişdim ki, Nurlan demişdim ki, çıxaq ayrı, naratmada evanda birləşərik. Sən buradan çıxan sonra gələrsən bizə. Artıq. İndi onu deyirəm, nə deyirəm. Evin balası gəlməyəm. Həmişə papa deyirdi ki, arkadaşlar sən ayrı yaşayandan sonra yox bizlə qalmaq istəmir. Hə, öz maska da almışam arkadaşlar. Gəlinlə qalmalıyam da. Az qaldı da, mən sənə nəsə deyirəm, əksinə qalsın deyə günümüz belə olar. Allaha tema. Alıram telefonu əməcə gəlirəm. Sən də gündə bir paltar giyindirəm. Buralar sındırım. Cəmaat özü səni çox istəyir axı, mama. Sağ olsunlar. Mama göstər də göstər, onları göstər. Ayda mama ilə özümüzə çox... Sabunu çıxart yerim ondan bir dənə yaxalanımdan, nə olar, baş vermərəm. Çox güzel salma. Bir dənə iyisinə baxmaq istəyirəm onun bədənimdə. Yəni əlimdə də görüm iyisi qalır. Mama ilə özümüzə qəşəng sabun aldım. Amma bunu bingonu aldım arkadaşlar. Bunları stokladım. Çünki həqiqət mamaya da verəcəm onun bir dənəsini. Mənimdir. O mamandır, mamaya aldı. Yo, onu qoy bura mama. Mama mən verəcəm nəsə, o da varımdır paraşonun içində. Bu da mənim. Hə, o sənindir. Bunlar mənimdir. Alisanımdır o. Baxma, deyəcəm mənimdir. Hə, bax qızlar. Bu sabun, ondan töküm verim sənə çoxdur mənim üçün. Vallahi zarafat eləmirəm. Arkadaşlar, bax bunun avokadolusunun iyisi çox qəşəngdir. Deməli qaqaş dedi ki, o dayı daha doğrusu qaqaş nə idi? İçində də meyvələrin özü var və həqiqətən də qoxusu çox gözəldir. Bunun çeyrəklisini mama aldı, avokadolusunu mən aldım. İndi mən bunu gedirəm yoxlamağa, hamamdan çıxanım mama ilə ki çörəyə geyinmək istəyirəm. Mama, çıxart baxım onu öyrəm. Neyse, gedəm sabunumu yoxlamağa arkadaşlar. Gəl, əlimə də bir dənə normal abırı paltar geyim gəlim. Deməli qızlar, papa gəldi, mamanı götürdü, getdi. Dedim, gedin, axşam sushi sifariş eləyəcək, gələrsiz. Uzun səsiydi. Mən qəşəng buraları yığışdırdım. Salfetkamla hər yeri qəşəng sildim. Paltaları qəşəng sərdim. Buraları səliqəli yığışdırdım. İndi belə sizlərə qarma-qarışıq göstərə bilərəm. Alisanın dərmanlarıdır. Bir də butulkalarda yığışdırmışam. Burada da 2 dənə broşkası qalıb. Onu da götürdüm, amma hər yeri silmişəm. İndi də divanın üstünü zaten çıxartdım. Təzədən onları yuyacam. Bir də ayaqqabıları istəyirəm Alisa durandan sonra. Buranı qəşəng silim, təmizləyim. Ayaqqabıları ayırdım. Onları Alisa durandan sonra eləyəcəm. İndi gedirəm sala. Gözləyin. Bekləyin. Buranı da qəşəng belə yığışdırdım. Divanın üstünü dəyişdim. Həmişək kimi Alisa'nın ocaqlarını hələli yığdım. Burada Alisa'nın yenə həmişək kimi dərmanlarıdır. Buraları hamısını sildim qızlar. Təmiz silmişəm. Mama gəlirlə burada sağ olsun oturur. Bu feni mənə xalam alıb. Sağ olsun. Pulunu vermişdim. Düzdür, amma sağ olsun. Gidip alıb. Vafli fen deyim. Mama axşam bizə gələndə onun saçını vafli fenindən vuracam. Onun saçını da prob eləyim, sonra özüm də eləyəcəm. Qızlar, Temmigil, Kənangil təcili bizə gələsi oldu. Məndə də evdə hazır heç nə yox idi. Xalda indi belə blinciklərim vardı. Onları qəşəng qızartdım. Dolma mama göndərdiyi qalmışdı. Onu elədim. Karpuz, pendir doğradım. İndi biraz da sosiska qoyuram. Yəni tələsiblə qoxunan halına baxın. Özləri də ac gəliblər. Mənim günahım deyil. Tacirin günahıdır. Mama! Can!
Balam neçə gündə qızdırır arkadaşlar. 3 gündür qızdırır. Atası ona bugün hədiyələr alıb gətirib. Özü də arıqlayıb. Niyə atdın bəbəyin şoşsun? Apayı dizdir, apayı yesin bebe. Onlar da orada yemək yiyirlər. Ne kadar güzeldi Allah. O appadır da maması. He? Mama. Hay can. Arkadaşlar. Deməli gəliblər. Hoş geldin. Hoş gelmişsiniz. Gəliblər. Suşilərin nətər. Şuna bax. Kukusu değme. Neresi? Kukudun Verəm aşağımın qoxusunu. Kukudun değme. Kukumu gidelim. Mübarək. Kapağı da Allah'ına var. qurban. Allah başına. Allah. Papa salonda da Allah. Sarmamışız. Hayır kızı sağ ol. Haydi gittiler herkese sarmamışız. Sənin hikayəndə. Buna adını qoyacağım. Amanım ya. Başımı açtım oyna. Nenesi gel bura. Sağ ol ne? Bu günleri uşaklar Sağ ol. Gözel'in atadan, anadan olan günüdür. Doğum günüdür. İnsanın hayatta 2 tane doğum günü olur da. Biri senin atası gelende doğum günü olur. Mən atamın gələn doğum günüm olmur. Niye ben gelmişim da sen otur. Niye sen safara? Bugün hətta buradaydım da papa. Baba buradaydım. Ben cevap ne var ne kadar bir dakika dayanmadım. Arkadaşlar siz görmədiniz. Bir yaxlar deməli Stəkanlar gəldilər. gətir. Mən bunları bir dənə qollamaq qolladım evdən. Allah'a and olsun. Vallahi bir daha demedin şeyi, bir daha demedin Hə, şeyi. qoladım. Yəni həqiqətən qoladım dilimlə ha. Dedim Ben ki, de azıcık gittim. Özüme biraz maya. dedim durun gedin. Amma durun gedin deyəndə dedim ki, gedin indi. Axşam o da niyə? Alisa yatmışdı. Pirustaki deyir ki, evdə yeməyimiz var. Bunun gülmə şəkər arvadı. Deyir dolmam var evdə. Deyirəm ki, məndə də dolmadır da. Yaxşı ki, dolmanı sənə verməmişəm. Nə niyə? Allah. Taze uşaq yox. Alisa həqiqət gətirmişdi. Taze uşaqları gətirmişdi. Kənanla Temin. Qoydum Temin yedilər nə qalsın. Dolmayı yedilər. Ay Allah. Biri sən dən təriflər. Hə. Ay və tacın olması nə zor bir şey yemək. Ya zor da pişiriverenin temin edilen gibi sarı var. Nə bilim, əsl. Hiç de pişiriverenin Aynen, nə bilim, nə. Ha. Aslında yəni yemək yaxşı olaraq qismət oldu. Bu zaman bir tikə yemədim ama. Hə. El olaraq qulluq elədim. Ne istəyirsən bu? Su gətireyim. Şimdi ben sana bir soru vereceğim. Hə. Bir soru vereceğim. Option da deyəm hava verərsən. Bunları qovladım arkadaşlar. Yəni bildiyiniz. Dedim çıxın gedin evinizə, eşiyinizə. İmkan verin mən. Hayatımı yaşayayım. Yox, dedim mən də dincəlim. Hayır. Ye. Niye sushi? Ben ya sevdiğimden göndermeyi. Krevetka. Ye daha krevetka. Demem sana ha. Ye krevetka alıp var. Yox, deməmişəm yox. Sudur da aşkım değil su. Ama bunu da dinlemem. Ama uşağımı gətirib qabağına qoymamısan ha. Annelerimi yiyemem. Ha, git vaziyeti İngiliz söyleme. Allah yemin Allah gəl bunu Demin gəl. oturtma getiririm. Allah cennette pay kimdir? Al. Ama sen ondan Sen ye. eli burada ne olar? Ama indi gəlmişsin şu an konserin altında oturub. Mən get soyun əlini. Bir yaxda so bir sən ağayırdı. Kamera açıb kameramla soyunurdu. Mən Allah paylaşım. Oğlum hiç bakma. Baba. Baba. Sen bir soru verdim aman geldi. Ama bu bilir sən çox Kişi qəşəng kimi. En çok atanı çok seviyorsan onu. Heç birini. Hiçbir okulunda atı olsan istemiş olarsın. İçimizdən birini deyirsin. Sen ayak satırsan. Radno şeyler yoksa. Radno nedir? Sen Radno'yu demeden ne Radno'yum da. Evet, Radno. İkimiz de iyiydik. Əvvəl biraz səni daha çox sevdim. Muhtemelen indi anana karşı sevdiğin çok artık sen. Bunlar, yox, bugün bundan bahsediyorum. Bir sənə də fikirləşdim. Yaxşı. Dedim kaş bundan qalardım, elə bunu hər gün götürərdim, gedərdim. Yok, öyle çok olursa. Gəzərdim, eləyərdim. Ay Allah, ay Allah, ay Allah, ay Allah. Bu kaymaklıdır güzel. Baba tutup koyma, ne boysa, baba zdesi. Göz hakkınızı halal edin. Göz haqqı bağlayayım, rahat yesinlər. Ama sonra üzülü sayın arkadaşlar, yiyək rahat. Mənalı sözləriniz varsa danışın, yoxsa kapatıram. Mənalı sözlərimiz odur ki, yani sen düz... Ay, eğmeden, Arkadaşlar hal-hazırda sushimizi yemişik. Kümeye bakarız. Çok gösteren benim spam vermesin diye.
Malays Malis. Sipam ya, sipam. Allah. Açmaya bak şimdi bak. Arkadaşlar geldik videonun sonuna. Instagram Bugün story'imde videomuz biraz uzun olacak. aslında uzunuydu. Prosto montajda o kadar yerleri var idi ki dəhşət. Mama ilə qoxanda hoqqa verirdi. Ta elə şeyler vardı ki onları qoya bilməzdim normal olarak. Deməli, story'də paylaşmışdım. Dedim qopunda da deyim. Alisa 2 günü dəhşət qızdırırdı. Üst-üzə sağlı. Allah bütün körpələri qorusun. Bugün artıq 2-ci günüdür. Düşdü eləmə. Elə bilirəm canındayım. Canında düşdü umraq. Hə, mən həkim çağırdı. Həkim dedi ki, grip zat değildi. Kusması falan yok idi. Bu Həkim arada dedi ki, skor zat yok. Alisan öz həkimi var. Bəli, onu çağırmışıq. Sağ Sevil olsun. xanım çox gözəl həkimdir. Həmişədən də bax çağırmışıq. Sağ olsun gəlib. Dedi boğazında irin var da, yəni infeksiya düşüb boğazına. Obşum antibiotik yazdı. Mən antibiotik demişəm Instagramda. Hamı iğne başa düşüb. İğne deyil qızlar. Toz şəklində su ilə hazırlayıb özümüz yerdə veririk. Mən Alisa'ya ümumiyyətlə iğne vurdurmanın tərəfdarında deyirəm. Çünki Heç mənim uşağım vurulmayıb Alisa'ya vurulmayıb. iğne. Uşağım iğnədən çox qorxur. Heç mən onun peyvəndlərini də vurdurmamışam. Düzdür, peyvənd ayrı bir şeydir, amma ümumiyyətlə vurdurmamışam da. Həm də iğnədən qorxur. Antibiotik bugün 2-ci günüdür verirəm. Ön 2 saatdan bir verirəm. Qızdırması düşmürdü qızlar. Demək olar ki 2 saatdan bir, 1 saatdan bir qızdırma dərmanı verirdim. Təzən qalxırdı. Dərman olaraq da Nurafen verirdim. Bir də şam qoyurdum. Şam adını bilmirəm, amma belə qırmızı üstü qırmızı belə şamdır. Amma salmırdı da. Salması üçün əlavə olaraq gecələri sırf sirkə ilə masaj eləyirdim. Gündüzü isə ilıq suya salardım. Bu mənim əlimdən çox tuturdu. Deməli dərmanı verirdim. 5 ml Nurafen verirdim. Yaxud şamın qoyurdum. Qızdırma həmən salmadı. Salsa belə müvəqqəti salardı. Dalıca gündüz olanda saladım hamama, ilıq suyla yaxalayırdım. Uşaq əməlli başlı özünə gəlirdi. Çünki o qədər təsəvvür ki, o qızdırması 39-ca keçirdi də. Son bu günü deyirəm, o dünəni deyirəm. Və həqiqətən də 2 sutkada demək olar ki, normal yatmıram. Gecə səhər həkimi nəzarət eləmişəm. Dünən saat 8-ə kimi ona nəzarət eləmişəm ki, birdən qızdırması yatdığı yerdə qalxar. Uşaq da, Alisa da qızdırmalı olanda dəhşət əsir. Normal böyük insanlar belə qızdırması olanda əsirdə mənim özüm də elə idim. Qızdırması olanda dəhşət əsir. Ona görə qorxurdum, nəzarət edirdim ki, rağolsun, sudurqa falan keçirdərdə uşaqdır. Bugün şükür Allaha, axşamda da biyaqlarım dərman verdim, yenə qızdırması düşmədi. Tacir elə evə gəlməmişdi. Saldım, çimizdirdim ilıq suyla. Nə qaynar su deyil, nə də soyuq su deyil. İlıq suyla. Yəni ilıqda dərman necə ilıqda da su içirsən bax o suyla. Çimizdirdim. Ondan bu yana qızdırması elə çox şükür Allaha qalxmayıb. Bu virus deyirlər uşaqlar arasında yayılıb. Allah körpələrimizi korusun. Mən yəni sırf dərmanla salmadım da, əziyyət çəkən valideynlər varsa, sırf dərmanla salmadım qızdırmasını. Çünki dərman xeyir eləmir. Dərman maksimum qızdırmanı dəfənli yox eləmir. Maksimum 1-2 saatlıq idarə edir, sağlar da. Bu mundar boğaz ağrısı elə ağrıdır ki, adi böyük adamda olanda belə qızdırma çox verir də, yəni. Bu müvəqqəti salır, amma qızdırması qalxır. Mənə kömək eləyən sirkəli su ilə adi ilıq suyuna yaxalamaq oldu. Adi kinoların içində görmüşdüm mən, ilıq suyu salırlar da qızdırmalı adamı, böyük adam belə soyuq suya salırlar ki, qızdırma keçsin bədənindən. Çox adam yazıb ki, sirkə, məndə Instagramda yazırlar ki, sirkə qızdırmanı içəri verir. Qızlar, mən Alisa'nın içərinin də qızdırmasını ölçürəm də, yəni ağzından zaten o çıxanda istəyirsən ki, bu uşağın ağzından qızdırması var. Amma Alisa'da yox idi, şükür Allaha, içəri falan verməmişdi. Sirkəni də bədənini silmirdim. Sırf alnına qoyurdum. Bir də ayaqlarının altını masaj edirdim. Bir də alnına qoyduğum əskin təzdən sirkədə sıxıb bu sinə hissəsinə qoydum. Çünki sırf qızdırma başında, alnında, boğazında olurdu. Yəni bir də qulaqları, qolunun altında. Ayaqları falan normalda soyuq olurdu. Yəni ilıq olurdu. Çox da qaynar olmurdu. Obşumda belə. İndi hələ ki yatıb qızdırması qalxmayla birazdan gedəndə də baxacağım. Deyilənə görə 3 gün olur. Allah bütün körpələri qorusun. Heç bir körpə xəstələnməsin. İştahı təmiz kəsilmişdi. Qızlar, sup yedizdirə bilmirdim. Gün ərzində bir dəfə supu ta bəla ilə yedizdirirdim. Amma çoxlu su verirdim. Demək olar ki 2 litr, 3 litr uşaq 2 litrdə, yəni gün ərzində su içirdi. Bəlkə də çox, yəni hesablasaq bu 24 saatı. Həkim dedi ki, suyu verməyin çox yaxşı, suyu çox içirdi. Daha sonra meyvə verirdim, alma verirəm. İmmunitet düşməsin. İmmunitet düşməsin deyə banan, bugün də banan yeyib, banan verirəm. Yəni yemək yeməmək mənə narahat eləmir. Mənə əsas suyu bol verirdim, meyvəsi, alma. Bugün ancaq tacir alma yeyib. Alma verirəm, banan verirəm. Dünəndən tacir şey almışdı. Zoğal almışdı. Zoğal verdim, 1-2 dənə yedi. Daha sonra bir də makaron.
şit makaron, duzsuz, zadsız makaron qaynadıram. Biraz alarım kərə yağı qatıram, içine qarışdırıram. Makaronu qəşəng yeyir. Yəqin ki makaronun boğazını incitmir deyə rahat yeyir. Sup zadında yəqin içində duz falan var. Yarasını incidir də uşaq normaldır. Böyük adamın ağzının içindən yara çıxanda yemək yeyənmir, göynədir. Bir də sprey yazıb Alisaya. Gün ərzində 3 dəfə o spreyi fıskırdırdım. Bugün antibiotikin 2-ci günüdür. Mən 5 gün verməyin tərəfdarı deyiləm. İnşallah əgər bu gecə qızılması qalxmasa sabah da verəcəm fişi. Yəni 5 gün verməyəcəm. Çünki antibiotik uşaqlarda mədə bağırsağı pozur. Alisa düzdür onun qarşısını almaq üçün dərman yazıb həkim mənə. Amma bugün misal üçün böyük bayıra getməyib. Düşünürəm ki, antibiotikdəndir. Amma qazını çıxardır. Ona görə də inşallah bugün qızılması qalxmasa sabah bir dənə də verəcəm. Fişi daha verməyəcəm. Yox, əgər Allah eləməsin qalxsa şey eləyəcəm. Nədir adı? Bütün dağıldın mı? Qalxsa əgər inşallah şey eləyəcəm. Nə deyirlər buna? Sıcağı su. Yox, bir dəfə də verəcəm. Hoşum, neysə arkadaşlar, video sonlandırıram. Özünüzə yaxşı baxın, kanalımıza abunə olun. Sizləri çox sevirik. İnşallah ki hər şey yaxşı olar. Sabahlarım bu arada evdəkilərlə gedirik. Rayona gitməyi çox istədik. Əslində Naftalına gedəcəkdik 3 günlük. Sadəcə olaraq Alisa'nın bu vəziyyəti ilə bağlı, papanın işləri ilə bağlı gedə bilmədik. Həm də Alisa'nın ad günü yaxınlaşır, çəkilişi falan. Ona görə onu saxladıq. Amma sabahlarım çox gözəl bir yerə gedirik, hətta qalacağıq da. İnşallah sizlərlə çox gözəl, uzun bir vlog paylaşacağım. Kanalımıza abunə olmağı, bildirimləri açıq qoymağı, ən önəmlisi like edib yorum yazmağı unutmayın. Sizləri çox sevirik. Sağ olun, salamat qalın.